Вибачте таке слово, spaslı Genofond Ukrayna. Çernobil qəzası baş verdikdən sonra mənim üçün yeganə variant Heydər Əliyevə müraciət etmək idi. Mən ona zəng etdim. Bildirdim ki, biz panika qaldırmırıq. Sadəcə olaraq insanlar öz övladlarını təhlükəli ərazidən çıxarmaq istəyir. Я говорю, вы знаете ставление Горбачева до цього. Вы знаете Mən Heydər Əliyevə dedim ki, Qarbaçov və Rıbaçov məsələnin gizli saxlanılmasını istəyirdilər. Heydər Əliyev isə öz növbəsində təmkinlə bildirdi ki, kömək üçün nə lazımdır. Dedim ki, əhalinin evakuasiyası üçün 100 qatar və təxminən 30-a yaxın təyyarəyə ehtiyac var. Bunları ancaq əhalinin təhlükəsiz əraziyə daşınması üçün istəyirəm. Heydər Əliyevə bildirdim ki, biz əhalini yerləşdirmək üçün pioner düşərgələrini, istirahət mərkəzlərinin hamısını hazır vəziyyətə gətirmişik. Heydər Əliyev telefonun dəstəyini asmadan mənə bir dəqiqə gözlə dedi və digər telefonlarla aidiyyəti qurumlara tapşırıqlar verdi. Səhəri gün ondan istədiyim qatarlar və təyyarələr vasitəsilə təxliyə əməliyyatına başladıq. Həmin reyslərlə bir ay müddətində 980 min uşaq təhlükəsiz ərazilərə təxliyə olundu. Sonradan Heydər Əliyev mənə tapşırıq verdi ki, həmin uşaqların sağlamlıqlarının qeydinə qalaq. Biz onun tapşırığını yerinə yetirdik. Оцініть самі, ми вивезли тоді з України за місяць 980 тисяч дітей. Потім мені було доручено урядом цих дітей оздоровити. Nə qədər təvazökarlıqdan uzaq səslənsə də, biz həmin ağır dönəmdə məhz Heydər Əliyevin yardımı sayəsində Ukrayna xalqının genofondunu xilas etmiş olduq. Вибачте таке слово, spaslı Genofond Ukrayna.